Bizə deyirsə ki, dua eləyin, israrlı dua eləyin, belə dua eləyin. Hər nə deyirsə, onun altında bu məntiq yatır. Gərək biz bunu bilək. Fəhuvə ləkum, o bizim üçündür. Fəhuvə ləkum, o sizin üçün, yəni bizim üçün. Bunların hamısı bizim üçündür. Duanın ən möhtəşəm təsirlərindən biri də bilirsiniz nədir? İndi növbəti bir punkt izah edirəm, növbəti bir faydanı, bərəkəti izah edirəm. Ən möhtəşəm faydalarından biri budur ki, dua sayəsində insan Rəbbini tanıyır. Dua sayəsində insan Rəbbi ilə münasibətlər qurur. Həm istəyir, Allahdan alır, həm də ki, o əsnada onun qəlbi nuraniyyət ələ gətirir və Allahla mehribanlaşır. Allahla yaxınlaşır. Bəzən istəklərindən də daha artıq bir şey tapmış olur. Yəni, dua eyni zamanda, keçən dəfə dedik, bəndəlik təzahürüdür. İnsan bəndəlik etmək istəyir və duanın belə bir xeyir və faydası var. Bu günlərin başqa bir punktdan danışırıq ki, dua etmək sayəsində insan Rəbbini tapır. İnsan Rəbbini tapır, Rəbbini görür. Onun necə onunla bahəm olduğundan xəbərdar olur.